Şaban ayı Peyğəmbərin ayıdır. Peyğəmbər özü buyurur ki, bu ay mənim ayımdır. Kim bu ayda bir gün oruç tutarsa, cənnət ona vacib olar. Kim bu ayda mənə kömək eləsə, yəni oruç tutsa, Allah ona rəhmət eləsin, Allah onu bağışlasın. Bu ayda çox yaxşıdır ki, insan sədəqə versin, fəqir insanlara kömək eləsin və bu ayda çox yaxşıdır ki, insan istiğfar eləsin, əstəğfirullah desin, əstəğfirullah və əsəluhu tavbə. Bu zikir çox fəzilətlidir bu ayda. İnsan bu zikri təkrar desin, işlə məşğul olanda, yol gedəndə əstəğfirullah və əsəluhu tavbə. Bu zikri təkrar desin və bu ayda çox yaxşıdır ki, insan tez-tez Peyğəmbərə və onun əhl-i beytinə salavat göndərsin. Bu ayda salavatın çox böyük fəziləti var. Həmin bu gün idi, Şaban ayının birinci günü idi, Əli əleyhissalam məscidə daxil oldu. Məscidə daxil oldu, gördü məscidin bir küncündə bir dəstə insan oturub mübahisə eləyir qəza və qədər mövzusunda. Qəza və qədər mövzusu düzdür, elmi bir mövzudur. Amma bəzi insanlar bəzən elmi mövzunu bəhanə eləyir, mübahisə eləmək üçün, boş vaxt keçirtmək üçün. Əli əleyhissalam məscidə daxil oldu, gördü bunlar mübahisə eləyir, özdə səsləri ucalıb, bir-birinin üstünə qışqırırlar. Həzrət Əli əleyhissalam onlara salam verdi, onlar Əli əleyhissalamın salamının cavabını verdilər. Ondan sonra durdular ayağa ki, ağa sən də gəl bizim yanımızda əyləş. İmam Əli əleyhissalam onların dəvətinə etina eləmədi, onların dəvətinə fikir vermədi. Ondan sonra dedi ki, ey o dəstə ki, faydasız şey haqqında danışırsınız, boş danışırsınız. Məgər bilmirsiniz ki, Allahın elə bəndələri var ki, Allah qorxusundan sakit olurlar. Bir halda ki, lal deyirlər. O qədər Allahın əzəmətini düşünürlər ki, sakit olublar. Danışmaqdan çəkinirlər, mənasız danışmaqdan, boş danışmaqdan. Onlar nə zaman ki Allahın əzəmətini yad eləyirlər, onların dilləri qırılır, dilləri söz tutmur və qəlbləri titriyir, heyrətə düşürlər. Özlərinə gələn kimi pak əməllərlə Allaha üst tuturlar və özlərini günahkar və zalim bilirlər. Halbuki günahdan pakdılar o insanlar. Bir halda ki, günah eləmirlər, amma özlərini ən günahkar adam hesab edirlər. Siz heç bilirsiniz ki, Allahın belə bəndələri də var. Onlar Allah üçün az əmələ razı deyirlər və çox əməli də Allah üçün az bilirlər. Onlar nə qədər çox əməl eləsələr də az hesab edirlər. Böyük əməllərini kiçik sayırlar Allahın huzurunda. Ondan sonra dedi ki, bilin ki, bugün Şaban ayının əvvəlidir. Şaban ayının birinci günüdür. Allah bugün xeyirlərin qapısını açıb sizin üzünüzə və baha qiymətə asan əməlləri sizdən qəbul edir. Bu ayda yaxşı əməllər növbə-növdür. Şaban şöbə sözündəndir. Yəni şöbə xeyir əməllər sizin ixtiyarınızdadır. Bu ayın xeyir əməllərinin hansını istəsöz eləyə bilərsiniz? İstəsöz namaz qılasınız, durun 2 rükət məsələn, boş vaxtda müstəhəbbi namaz qılın, zəkat verin, əmr biməruf və nəhyəz münkər eləyin, bir yolu azmış insanın əlindən tutun, onu Allahın yoluna hidayət eləyin. Haqqı ona başa salın, onu düz yola istiqamət. O qədər böyüdür, mən bu hədisi çox demişəm. İnsan bir süfrədən ata-ana ilə çörək yediyi zaman, ata əlini bir tikəyə uzadarsa, övlad ondan qabaq səhvən götürsə, hədislər var ki, qorxuruq ki, haqqı valideyn olasınız bu vasitə. Atanın, ananın haqqı çox böyüdür. Ata-ana da gərək övladını haqqı valideyn olmağa vadar eləməsin. Təəssüf ki, indiki zamanda elə bir şərait yaranıb ki, övlad ata-ananın. Mən nə qədər xanımlardan eşitmişəm ki, hicab geyinmək istəyir və yaxud hicab geyinir, ona görə ata-anası onu danlayır. Hətta ailəsindən gizlin bunu eləməyə məcbur olur.
Təəssüf ki, elə bir zamandır ki, ata övladı nəsihət eləməkdənsə, övlad atanı nəsihət eləyir. Bu çox pis haldır, amma hər halda ata səhv də olsa, ata ana düz də olsa, insan ata ananın ürəyini gərək sındırmıyor. Düzdür, Allahın vacib hökmündə Allahın sözünə baxmalıdır, atanın, ananın sözünə yox. Amma eyni zamanda ata ananı da bir cür özündən razı salmalıdır. Xüsusən bu ayda insan ata anasına yaxşılıq eləyər. Ata anasının üzünə mehribançılıqla baxmaq, ələləsini Peyğəmbər buyurur ki, atanın üzünə bir dəfə baxarsan mərhəmətlə bir qəbul olunmuş həcc yazılar savabı. Bir qəbul olunmuş həccin. 2 dəfə baxarsa 2 həccin savabı. Peyğəmbər 100-ə qədər saydı, bəziləri təəccüb elədi ki, 100 qəbul olunmuş həcc, hər baxışa bir həcc savabı yazılar. Peyğəmbər buyurdu ki, məyər Allahın rəhmətinə şübhə edirsiniz? Ata-ana yaşayırsa, onu xeyir işlə yad eləyən, ata-ana dünyadan köçübsə, savab əməllərdən bu ayda insan əməllərini bağışlaya ata-anasına, özünə də savab olar, ata-anasına da. Buyurdu, qonşulara yaxşılıq eləyin, bu ayda qohumlara yaxşılıq eləyin, cəmaat arasında sülh yaradın, 2 dənə küslü adam görəndə bunları barışdırın. 2 küslü adamın arasında əlaqə yaratmaq çox ibadətlərdən üstün. Çünki din gəlib insanların qəlbində bir-birinə məhəbbət yarada, kin-küdurət yaratmıyor. Ondan sonra buyurdu ki, əgər bilsəniz Allah bugün ona müti olan, ona itayət eləyən bəndələrə nə hazırlayıb, bu bihudə söhbətlərdən əl çəkərsiniz və Allahın buyurduğuna üst tutarsınız. Əgər bilsiniz bugün Allah nə qədər savab verir ona tabi olan insan. Bugün Şaban ayının 1-ci günü əleyhissalam buyurur, şeytan öz köməkçilərini cəm eləyər və onlara hökm verər. Deyər, gedin Allahın bəndələrini öz tərəfinizə çəkin. Allah da mələklərin cəm eləyər, deyər, gedin mənim mömin bəndələrimi şeytandan qoruyun. Onları dində sabit qədəm saxlayın. Bugün Şabanın 1-ci günü Allah cənnət qapılarını bizim üzümüzə açar. Biz 2 dəvət arasında qalarıq, şeytanın və Allahın dəvəti arasında. Və bu ayda insan Allaha itayətə üz tutarsa, çox faydalar əldə edir. Ramazan ayı ən mühüm səfərdir bizim ömrümüzdə, ölüm səfərindən sonra. Ramazan ayı sözün əsl mənasında biz Allaha qonaq olacaq. Hələ bilmirəm bizim hansımıza qismət olacaq, hansımıza qismət olacaq. Siz təsəvvür eləyin, insan qarşıda mühüm bir səfər insanı gözləyirsə, onu neçə vaxt qabağından hazırlaşar qabaqdan. Ramazan ayı biz Allaha qonaq gedirik və bu ayda biz gərək öz ruhumuzda olan o qaraları, çirkinliyi təmizləyək. Necə səfərə gedən təmiz paltar giyinər, hörmətli bir adama qonaq olan adam təmiz libas giyinər əyninə, ruhumuzun libasını bu ayda gərək təzələyək. Çünki biz Allaha qonaq gedəcəyik. Çox mühüm bir səfər bizi qarşıda gözləyir. Allah ziyafət verəcək bizə bir ay, onun mənəviyyat süfrəsinin arxasında oturacaq. Ramazan ayında inşallah biz Allaha qonaq olacaq və Şaban ayına Allah ona görə qərar verib ki, biz öz işimizdə olan o kəmkəsiri, o səhvlərimizi islah eləyək. Baxaq görək bizim kiməsə borcumuz var, bəlkə boynumuzda qəza əməllərindən var. Öz əməllərimizə yetişək, gündəlik günahlarımızı nəzərimizə gətirək. Bu aylar bunun üçündür ki, insan bir qədər özünə məşğul olsun, öz əməllərinə məşğul olsun. Hər axşam, hər gecə öz əməllərinə nəzər salsın və özü-özünə hesabat versin. Ruhunu təmizləsin, qəlbini təmizləsin və inşallah təmiz qəlblə Ramazan ayına daxil olsun və çox alimlərimiz deyir ki, Rəcəblə Şaban ayından düz istifadə eləməyən adamlar Ramazan ayından bəhrə ala bilməzlər. Bu 2 aydan düz istifadə eləsə insan, bacardığı qədər çox xeyir götürsə, Ramazan ayının da feyzindən lazımi səviyyədə inşallah bəhrələnə biləcək.